Ben oradan bekliyorum. Seni gören gün gözüm kör olaydı. Ben ilk bakışların zikrinə düştüm. Seninle bir dəfə görüşebilmedim. Ama bütün nesli bizle görüştü. Hardasa kuşlamışam əmin kızından. Ben belə pis yuxular görüp kırılmışlara. Məhəbbətli yanıb mənim qəstimə. Yuxuda gördüm əmin məni döyür güya. Hardasa kuşlamışam əmin kızından. Ben belə pis yuxular göre Qoxmağa başlamışam əmin kızından. Hoş gelmişsiniz. Biz Kərbəlayı Elşən Axundovla 10 ildir ki artıq çalışırıq. Yani bu 10 ilin içində nələr eləmişik, onu bir Allah bilir, bir bizi dinləyənlər. Bütün dinləyicilərimizi salamlayırıq. Axır zamanlar çox işlər görmüşük, yəni göz nəzər olmasın. Susmağımızın da səbəbi o oldu ki, qara zindandan sonra gözlədiyi görək ortalığa nə meyxanalar çıxacaq. Vallahi dinlədiyim meyxanaların yerinə mən xəcalət çəkirəm. Xəcalətli düşmanımız olsun, amma mən həqiqətən xəcalət çəkdim. Gözlədiyi bu 9 ay, 8 ay görək ortalığa nə çıxır. Çıxan meyxanaların yəni adını çəkmirik, reklam olarlar. Və bu meyxanalarımız da yaxınlarda inşallah Elşən qardaşımız işləyib, əziyyət çəkib, Allah onun əziyyətin qarşılığını versin. Bir inşallah arasından biraz sizə göstərəcəyik. Və bu yaxınlarda hamısını bir dəfəlik albom şəklində bütün dinləyicilərimizə hədiyyə eləyəcək. Gündəm gəlir, gündəm. Gündəmdə görək nələr baş verir. Günümüzə bax, gündəmə bax, gündəmə bax, günümüzə bax, gündəmə bax, gündəlik işlər. Günümüzə bax, gündəmə bax, gündəlik işlər. Bax, nəzəri sal dövrana bax, çox dəyişir, çox. Qabaqçı dövrandan əlamət yox, əsər yox. Hər kəs özünü fikirləşir, fikir edir hər kəs. Türkülələ həqzə gedir, şeytan atır, o. Yay gəlir aslan yenə ceyran şikarında. Doğludur ceyranlarımız yol kənarında. Ofçu qaqaş, küllə atma ceyrana reski. Biz baxırlar Azərbaycan diyarında. Arpa dərinin evini yıxır caldı bitinə. Hər də pənzi vurur eldə bitinə. 5 manata da sənət gəzdirir itadıyla. Mən canavar ürəyiyyən oğul görmüşəm. Maska salır banca girir bandit adıyla. Və telefon götürüb pulunu atırlar. Sevənlərin bəziləri parkda yatırlar. Nəsiminin dahi Füzulinin kitabını varaqlarına qutab büküb xalqa satırlar. ATV bir lahiyə atmışdı, ümid var. Daha ümid yoxdur, görən kimdi günahkar. Kiminsə ailəsində gizlinsə kilişlər. Xeyr ola göstərilməlidir millətə aşkar. Mərifət qanacağımız olsun, belə ol. Qara zindandan sonraki materialımız inşallah gündəmə gəlir. Bütün qəlbində nakam sevgisi olan dustaqlar üçün oxumuşuq. Mahnının sözləri Ruslan Masallınındır, onu da salamlayıram. Çox sağ olsun ki, mahnını hədiyyə elədi, halallıq verdi. İnşallah o mahnını da Kərbəlayı Elşən cızmaqara eləyib, Allahın köməlindən o da işığızı görəcək. Və Qurban Nəzərov burada deyil. Gürcüstanda səfərdədir, inşallah yaxınlarda o da gələcək. Allahın köməlindən sənə güvəndiyim dağlar mahnısı Qurban Nəzərovla inşallah işığızı görəcək. Və Elşəndən xahiş edərdik qardaşımızdan biraz o mahnıya giriş hissə verərdi, o istəmirəm mahnısına. Onu gördüm, ürəyim eşq ilə yandı. Ürəyimdə əbədi sevgi yarandı. Amma bu sevgiyə layiq deyiləm mən. Mənə olmaz bu məhəbbət qadağandı. Mən gərək bağlıyım öz qəlbimə daş. Onu çox sevdiyimi bilməyə kaş. O ağlayanda gülüm istəmədən aşkara çıxmasın gözümdəki yaş. İstəmirəm, o mənim üçün əziyyət çəkər. İstəmirəm, gözü yolda həsrət çəkər. Çıxmalıyam mən o yarın ürəyindən. Bir dəfəlik bu sevgimizə xərc çəkər. İstəmirəm, o mənim üçün əziyyət çəkər. İstəmirəm
eşitdiyiniz mahnılar ki var. İnşallah Elşan Axundov qardaşımız işləyir. O mahnıları yaxın 10 gün ərzində sizə çatdıracaq Allahın köməyi ilə. Bilirəm, siz də darıxmışsınız, mən də darıxmışam siz üçün. Bundan sonra ayda sizin hər ay görüşünüzə 3 mahnı ilə, 4 mahnı ilə gələcəm. Sadəcə məhərrəmli ayların nəzərə alaraq, orucluqda da hətta sizin görüşünüzə gələcəm. 2 mahnı, 3 mahnı ilə. İnşallah dayandı yoxdur. Ancaq işləyirik düşmanlarımızın acığına və düşmanlarımız bilsin ki, Elşan yaradır, biz də yaşadırıq. Gərək biz yaşayaq ki, Elşan yaratsın. Elşan, çox sağ ol. Öpürəm sizi, bağırma basıram. Bravo studiyası da çox sağ olsun. Bizi hərdən lenti alır, belə çəkiliş eləyirsin, görüşünüzə gəldim. Öpürəm, hələlik. Mən virtual aləmdə yoxam, amma yaxın günlərdə virtualda da olacam. Yəni, o mənim adımdan, adına klassikdə profillər açıb yazışmayla deyil, mən sizin görüşünüzə özüm şəxsən gələcəm. Haçan görürsünüz ki, Elnur Valeh şəxsən yazılıb, bil ki, mənəm gəlmişəm. Amma bu yaxın günlərdə ona da gələcəm. Öpürəm.